Hər vaxtınız xeyir. Bir neçə gün əvvəl Aparın illik narıncı abunəliyini aldım və irəliləyən dövrdə sizə Aparla bağlı videolar çəkəcəm. Məsələnin həm ictimai, həm də iqtisadi tərəfləri ilə bağlı fikirlərimi bölüşəcəm. Gəlin sizə motivlərimi sadalayım. Birinci motivim dayanıqlı şəhər mühitini dəstəkləmək. Velosiped yollarıdır, daha yaxşı ictimai nəqliyyatdır, yerinə bilən küçələrdir. Bunlar hamısı əslində dayanıqlı şəhər mühitinin parçalarıdır, ayrılmaz hissələridir. Və mən düşünürəm ki, Aparın abunəliyini almaq, küçədə velosiped sürmək bu ekosistemi dəstəkləyir. O adamlar ki var, onlar deyirlər ki, Bakı küləklidir, burada velosiped sürmək olmaz, qışı var, boranı var, küləyi var. Heç kim velosiped sürməyəcək, onlara qarşı bir növ öz mübarizəmi göstərirlər. Mən boranda da, küləkdə də velosiped sürəcəm, sizə göstərəcəm, öz təcrübəmi bölüşəcəm. İkinci motiv, daha az motosiklet sürmək. Mən son vaxtlar bu mobillik məsələsini motosikletlə həll eləmişdim. Əla idi. Amma həm küçədəki insanlara nə qədər çox təhlükə yaratdığımı, həm də özümün nə qədər çox təhlükə ilə rastlaşdığımı görürəm. Buna görə artıq çalışacağam, motosiklet istifadə etməyim. Bunun əvəzinə bu hibrid velosipedi istifadə edeyim. Üçüncü motiv, psixoloji və emosional təsir. Velosiped sürmək əla hiss elətdirir. Bundan 5 il əvvəl mən Polşada yataqxanadan universitetə velosipedlə gedirdim və möhtəşəm hiss elətdirirdi. O mühiti bu gün Bakıda da görə bilmək eyni formada hiss elətdirir və özümü bunun parçası olmaq, bunu dəstəkləyən biri olmağın gətirdiyi rahatlıq və sevinc var. Baxmayaraq ki, mənim motivlərim, yəni məni velosiped sürməyə həvəsləndirən şeylər əsasən mobilliklə bağlıdır. Lakin mən düşünürəm ki, iqtisadi olaraq da bu kifayət qədər ağıllı və səmərəli seçimdir. Və bu videolarımda bu məsələnin iqtisadi tərəfini də sizlə bölüşəcəm. Və bir növ tələbələrə, aşağı büdcəli gəlirli ailələrə izah eləməyə çalışacağam ki, niyə onlar da Aparın illik abunəliyini almalıdırlar və şəhərdə bunu istifadə etməlidirlər. Sağ olun, növbəti videolarda görüşənədək.